Ana olmağın romantik tərəfi. Gündə 3 dəfə paltar yumaq. Günümə təmiz paltarları yığmaqdan başladım və sevindim ki, kirli paltarlardan canım qurtardı. Bunu fikirləşdim ki, göz qırpında uşaqlar şokolad tapıb yedilər. Əlbəttə ki, qızın donunu da şokolada qonaq etdi. Dərhal çıxarıb yumaq istədim. Baxdım ki, yutucu maddə bitib və qaynatamla getdik təzə kəşf etdiyim təmiz həyata. Bu mağazaya girəndə sanki kimyəvi cənnətə düşdüm. Gözümə birinci Domestos dəydi. Mağazalarda görmədiyim məhsullardan gördüm. Türklərdə məşhur olan çamaşır sodası, Sleepy, Huggies bezləri, Alman markası Dali, rəngləri qoruyur, paltarların rəngini bərpa edir. Ütü üçün sprey, paltarları asanlıqla yumşaldır. Çılçıraqlar üçün təmizləyici vasitə, parıltısı göz qamaşdırır. Uşaqlar üçün də çox gözəl məhsul var. Həm də üstündə yağ hədiyyə. Dalin markası yeni doğulmuş körpələr üçün. Elidor, Head and Shoulders qiymətləri də üzərində yazılıb və məşhur türk brendləri və əlbəttə ki, diş macunları. Bu mağazada nə axtarırsan var. Münasib qiymət, keyfiyyətli məhsullar, personal isə çox gülərüz. Qabyan maşını olan xanımların da rahatlığı düşünüb. Və limon duzuyla paltar yuyanınızı korlamayın. Porsios olma kimi kirəc aparan məhsullar var. Əla keyfiyyətdə döşəmə üçün bezlər. Burada ev üçün ətirlər də var. Mən də ləkə aparan çamaşır sodası aldım və evə lazım olan bəzi məhsullar. Əslində seçim çox çətin oldu. Təmiz həyatdan rahat ürəklə çıxdım. İndi paltarlar tərtəmiz olacaq və ünvan yeni günəşli və massiv incə rezidensdə yerləşir. Çatdırılma da var. Yolunu da sizə göstərdim. Rahatlıqla mağazanı tapa bilərsiniz. Mən də evə gəldim, adaqlarımı yerləşdirdim. Bu səfər mənim seçimim o oldu. Sizin sevdiyiniz marka hansıdır? Paltarı maşına atdım, yuyulsun. Bu mağaza sizin ev işlərinizin əsl xilaskarıdır. Üstünlüyü də keyfiyyətidir. Təmiz həyat təmiz evdən başlayır.